Həsən müəllim, salamlayıram. Bu günləri həqiqətən çox sizin kənd üçün böyük ağır itkidir. Çünki elə bir adam dünyasını dəyişib ki, vətənin dar günündə torpaqların 80%-ni qoruyub saxlayan igidlərdən də biri Ceyhun Məhərrəmov olub. Sizin kəndinizin də ilk şəhidi Ceyhun Məhərrəmovdur. Bu günləri atası başımızın tacı olaraq bugün dünyasını dəyişib. İstərdim bir kənd sakini kimi sizdən Ceyhun Məhərrəmovun atası və yaxud Ceyhun Məhərrəmov özü xatirələrindən bir iki kəlmə sizdən də götürək. Buyur. Bugün həqiqətən Xırmandalı kəndi üçün böyük ağır itki yüz verib. Demək olar ki, vətənin dar günündə öz sinəsini sipər edən Ceyhun Məhərrəmov bugün rəhmətə gedən Məhərrəm kişinin nəvəsidir. Ona görə də bugünkü gün çox qürurlu gündür. Belə bir valideynin, belə bir babanın, belə bir övladı vətənə öz canını qurban verməklə şəhidlik zirvəsinə ucalmışdır. Ona görə də biz də bu şəhidimizlə qürur duyuruq və Məhərrəm kişiyə Allah rəhmət eləsin deyirik, məkanı cənnət olsun. Amin. Çünki belə valideynlərin, belə övlad yetişdirməsi doğrudan da kəndimiz üçün, rayonumuz üçün, məmləkətimiz üçün böyük fəxirdir. Ona görə də sizin bu işdə böyük əməyiniz olduğu üçün sizə də minnətdarlığımızı bildiririk. Çox sağ ol, borcumuzdur. Siz də ki, belə bir işi işıqlandırırsınız. Borcumuzdur. Həqiqətən vətən oğullarına olan qayğı, valideynlərə olan qayğı bizim hər birimizin borcudur. O cümlədən də sizin borcunuz olduğunu biz dərk elədik. Çox sağ ol. Təşəkkür edirəm. Allah sizi var eləsin. Gələn ayaqlarınız var olsun. Əlbəttə bu gün bizlərin, xalqın, bütün Azərbaycan xalqının borcudur ki, şəhid ailəsinə hörmətlə yanaşsın, şəhid ailəsinə, qaziyə, veteranlar hər zaman da bu gün üstəyli bayraq altında bizi qoruyan əsgərdən zabitinə kimi bütün hərbçilər də onların içində olmaqla hörmətlə yanaşmalıyıq. Çünki onlara borcluyuq, haqqı boynumuzdadır. İstərdik ki, ağsaqqaldan da bir dəyən kəlmə götürək. Buyur. Bunda rəhmətli kişi mənim yaxın qohumdur. Ağsaqqal dediyi ki, mənim Qələsvar rayonunun iş şəhidinin atasıdır. Ceyhun Məhərrəmovun atasıdır. Allah mənim xatirimdədir. Elə Ceyhun rəhmətlikdə cavan vaxtı mənim xatirimdədir. Bu kişi onun nisçini həmişə ürəyində gəzdirirdi. Mənim üçün biraz da oradan da itkidir, danışmaq çətindir. Amma kişi həmişə onun Ceyhun deyə üst şəklini qoyardı sinəsinin üstündə son vaxtlarında. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Allah cəm ölənlərə rəhmət eləsin. Allah qalanlarına, yaxınlarına səbir versin. Allah sizin kəndə də səbir versin ki, həqiqətən sizin kənd üçün böyük bir itkidir ki, qəhrəman atasını bugünkü gündə itirmək. Allah sizi var eləsin, gələn ayaqlar. Sağ ol. Sakal, salamlayıram. Allah sizə ilk öncə can sağlığı versin, səbir versin. Çünki siz, belə dediyim, qarşıda da baş əyirik. Siz şəhid əmisiniz. Bugün sizin qardaşınız oğlu Ceyhun Məhərrəmov vətən uğrunda canından keçib təki vətən sağ olsun deyən qəhrəmanlardan da bu günlərdə atası belə deyək, Məhərrəm kişi dünyasını dəyişib. Həqiqətən Xırmandalı üçün böyük bir itkidir. Həqiqətən də bu biz də özümüzə borc bilərək gəlmişik. Bu ailədə olaq çəkək işğalanda. Bir əmi kimi, bir dünyasını dəyişənin qardaşı kimi bir kəlmə sizdən söz götürmək istəyirdik. Buyur. Dünyada en ağır dert kardeş derdidir, kardeş oğlu derdi. Biraz səbirli olaq da Aycan, başa dönəm. Allah səbir versin bir daha. İlk defa Ceyhun rəhmətə gedəndə məni çağırdılar rayona. Ben gittim, haberi getirdim bunlara. Allah sizin de hürmet olsun, ölenleri rəhmət eləsin ki, gelip siz bu çəkiliş yaparsınız. Borcumdur mənim. Borcunuz sağ olun, var olun. Əlbəttə. Vallahi kardeşten irəli ne var? Heç bir şey. Özü de ben hayat boyu ata bizi görmemişim. Ben ancak kardeşimi görmüşüm. Allah ruhunu şad eləsin. O bana hem atıydı hem de kardeşiydi. Büyük Vətən müharibəsində atam müharibəyə gedib ondan 3 ay sonra ben olmuşum. Atamın ne şəklini görmüşüm ne özünü görmüşüm. Allah ruhunu şad eləsin. Ben elə anadan olandan da bu kardeş beni büyüdü. Bu başa sattım, okutturup, evlendirip. Her tür əziyyətime dözüb. Ona göre de ben həmişə ona borçluyum. Allah belə kardeşleri hamıya kısmet eləsin ki, həmişə birbirimize sadık olmuşuq. Birbirimizi həddən artıq çok istemişik. Bir tikəmiz ola birbirimizden bölmüşük onu biz. Bu vəziyyətdə.
Allah ruhunu şad eləsin. Allah sizə səbir versin ağsaqqal. Allah Sağ sizə ol, can Allah sağlığı kömək versin. olsun. İndi belə İndi deyək gəl- də Zan oldum danışığımı Neynə çox yaxşı danışdınız, gözəl danışdınız və Allah. indi bu nəsildə də bir ağsaqqal kimi sizə Allah səbir versin. Sağ olun. Allah davamçısı eləsin Sağ ol. sizi. Çünki xeyir-dua almağı hər zaman ağsaqqallardan alarlar. Sağ ol. Bu gündə indi biri dünyasını dəyişirsə həqiqətən ölüm haqqdır, ölüm şərbətini hamı içəcək. Bax bu gündə ancaq bir iz qoydu sizin qardaşınız, övladı vətən uğrunda canından keçən belə deyək ki, Xırmandalı kəndini və Biləsuvarın ilk şəhidi olan Bəli, ilk şəhid. Ceyhun Məhərrəmovdur. Ceyhun Məhərrəmovun ruhu qarşısında baş əyirik. Hətta deyirsən ki, atam Birinci Böyük Qarabağ Vətən müharibəsi- Böyük Böyük Vətən müharibəsində də iştirak edib. Bu ailə həqiqətən qəhrəman bir ailə olduğu üçün bu ailə ilə biz Atam fəxr Böyük Vətən müharibəsinə gedib gəlməyib. Əvəz adlı əmim olub, gedib Böyük Vətən müharibəsinə gəlməyib. Ha belə sonra bir əmimiz burada o müharibədə olan əmimdən qara kağız gəlib, qaça-qaça gəlib ki, qardaşımla məktub gəlib, yıxılıb ürək pırtdı. Yəni bu ailə, bu nəsil vətənpərvər və vətənsevən bir nəsildir. Bəli, bəli. Var olasınız. Qarşısında Sağ ol, baş əyirəm. sağ ol. Allah sizi səbir versin. Allah əmmimizi də, ağsaqqalımızı da rəhmət eləsin, ruhunu şad Allah eləsin. sizin də ölənlərinizi rəhmət eləsin, canınıza sağlıq olsun. Var olasınız. Sağ olun. Təşəkkür edirəm.